Geyimimiz, hüququmuz biridir, şagirdidir hamımızın adıda. Elə bil ki boyumuzda eynidir, aman Allah ne xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldır, min arzul alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri, məktəb illəri. Hörmətli şagirdlər, hörmətli kənd nümayəndələri, atalar, analar, babalar, nənələr. Salih müəllim Pedaqoji Universitetin Texniki Elmlər üzrə professor olub, Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyib uzun müddət. Çorbası məktəbində təhsil alıb və onun böyük oğlu İlkin Quliyev hal-hazırda Respublika Vergilər Nazirliyinin baş müfəttişidir və ilk öndə mənə təbrik eləyən Facebook səhifəsində, sosial şəbəkədə şəklin gördüyü bu iki qızlar haqqında olub və Zümrüdə hədiyyə alıb. Bahalı planşetdir, şagirdsin və gələcəyin tələbəsi üçün mənə elə gəlir ki, ən qiymətli hədiyyədir. Təbrik edirəm. Təbrik edirəm. Məktəbin foyesində ali məktəblərə və kolleclərə daxil olan şagirdlərimizin hamısının şəkilləri var. Liderimiz bizim uzun illər Qarayev Cəlal olub, malik olub. Bax, onun rekordundan sonra nəhayət ki, bu iki qızlarımız təzəliyiblər. Və nəinki Qudlu zonasına bayağı dediyim kimi Hazqabul rayonu üzrə ən yüksək balı gətiriblər. İkinci şagirdimiz için bunun içinde kitap var ve aynı zamanda bu kitabın üstünde elektron kart var. Yani bu elektron kartla tələbə, yani Meryem bala təhsil aldığı müddətlərdə həmin o elektron kartdan istifadə eləyərək tələbəçilik illərində ona lazım olan bütün ədəbiyyatları pulsuz əldə eləyəcək. Önemli, qiymətli, ondan uzun müddətli istifadə olunan bir hədiyyədir. Bunu da İsfaliyev Məryəmə təqdim eləyən Əsgərov Kamrandır. Azərbaycan Neft Fondunun aparıcı məsləhətçisi. O da cəmaət kimi, digər yoldaşlar kimi bu təbriklərə qoşulub. O da sevinib və öz sevincin yüksək ballı şagirdimizə bunu ilə ifadə edib. Teşekkür ediyoruz. Onların da hamısına, özləri burada yoktur, sağ olsunlar, var olsunlar və öz o qiymətli hədiyyələri ilə bizi və bizim şagirdlərimizi sevindirirlər. Qəm qüssəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqda bizim üçün. İsfailiyeva Məryəm, Vəliyeva Xədicə, Şahbazlı Nəcibə, Pənahova Zəhra.
bil ki başka haldayam. Bugün mənə Mikayılova dəyin Gülgədəm. Bu 11 il necə gəldi Kərimova getdisə. Gülşən. Elə bildinəm məktəbə gəlmişəm. Düşür yada o şirin Xədicə. bəhanələr. Müəllimə gündəliyim evdə qalır. Dərsə girməmək sonra daha nələr. Adam utanır indi yadına salır. Elə bir imkan olaydı əldəki, qaytaraydım geri məktəb illərin. Tutub əlmi mənə yazmaq öylədən, o müəllimin öpəydim əllərin. İlk dərsə gedən günü ağlamışam, anam gedib gözüm ardınca baxıb. Gülürəm indi mən öz saflığıma, elə bilmişəm məni tək buraxıb. O son zəng çaldı, bizi bizdən ayırıb aldı. Beləcə xatirələr qaldı boş sinif otaqlarında. Uşaqlıq bitdi, o gözəl günlərimiz getdi. Son dəfə səs-küyümüz itdi koridor bucaqlarında. Nə sevincdir, nə də qəm anlamıram. Başqa bir hal verir bu görüntülər. İstəyir